Hər kəsə salam əziz uşaqlar. Bugün biz 3-cü sinif 1-ci hissədən toplamanın digər üsulları mövzusunu öyrənəcəyik. Gəlin baxaq araşdırma və müzakirə hissəsinə. Elxan 438 və 327 misalının həllini lövhədəki kimi yazdı. Sizcə o misalı necə həll etdi? İzah edin. Gəlin baxaq uşaqlar. 438 + 327-ni 700 + 50 + 15 kimi yazıb. O sizcə necə həll edib bunu? Əlbəttə ki, Elxan burada əvvəlcə yüzlükləri toplayıb, daha sonra onluqları, son olaraq isə təklikləri toplayıb və alınan cəmləri birlikdə toplayaraq bu nəticəyə gəlib, nəticədə 765 alıb. Öyrənmə materialımıza baxırıq. Ədədlərin mərtəbə qiymətlərini ayırmaqla cəmi tapmaq olar. Bunun üçün hər toplanan açıq şəkildə yazılır, sonra isə uyğun mərtəbə qiymətləri toplanır və ümumi cəm tapılır. Məsələn, 267 + 128-i necə yaza bilərik? 267 və 128. Yüzlüklər toplanır 200 + 100, onluqlar toplanır 60 ilə 20 və təkliklər toplanır 7 ilə 8. Cəm olaraq isə 300 + 80 + 15 və 395-i alırıq. Beləliklə uşaqlar, bu formada ədədlərin mərtəbə qiymətlərini ayırmaqla cəmi tapmaq olur. Sətir üzrə belə yazmaq olar. 200 + 100 mötərizə daxilində, 60 ilə 20 onluqlar mötərizə daxilində və təkliklər mötərizə daxilində. Daha sonra isə alınan cəmlər toplanır və eyni nəticəyə gəlinir. İndi isə gəlin başlayaq. İlk olaraq birinci misalımızla yerinə yetirək. Burada bizə deyir ki, toplananların mərtəbə qiymətlərini ayırmaqla cəmi tapın. Baxın, nümunədə göstərilib. Gəlin biz davamını yazaq. A 256 + 126 bərabərdir. Əvvəlcə yüzükləri toplayırıq. 200 + 100. Daha sonra onluqları toplayırıq. 50 və 20. Son olaraq isə təklikləri 6 ilə 6-nı toplayırıq. 200 ilə 100 300. 50 ilə 20 70. 6 ilə 6 12. Nəticədə 370. 70-in üstünə də 12 gələndə 382 edir. B variantına baxırıq dostlar. 479 ilə 105-in cəmini tapırıq. 400 ilə 100-ü toplayırıq, yüzlüklərimizi. Daha sonra onluqlarımızı toplayırıq, 70 ilə 0 toplayırıq, çünki 105-də onluq yoxdur. Son olaraq isə təkliklərimiz 9 və 5-in cəmini tapırıq. 400 ilə 100 500, 70 ilə 0 70, 9 ilə 5 isə 14 eləyir. Gəlin nəticəyə baxaq. 500 + 70 570, 570-in üstünə 14 gələndə 584 eləyir. C variantına baxırıq. 626 üzərinə gəlsin 59. Yüzlük toplanılır. 600 ilə 0-ı toplayırıq, çünki 59-da yüzlüyümüz yoxdur. 20 ilə 50-ni toplayırıq. Son olaraq isə 6 ilə 9-u, yəni təkliklərimizi toplayırıq. 600 + 70 + 15. Nəticədə eləyir 685. D variantına gəlin nəzər salaq. 128 + 216 + 131. Burada artıq 3 toplanan verilib, yenə eyni qayda ilə gedirik. Əvvəlcə yüzlükləri toplayırıq. Hər üçünün yüzlüyü 100-dür. Keçid alırıq onluqlarımıza. 20, 10 və 30. Daha sonra isə keçid alırıq təkliklərimizə. 8, 6 və 1. 100, 100, 100, 300. 20 üzərinə 10 gələndə 30, 30 ilə 30, 60. 8, 6, 1, 15. Nəticədə eləyir 375. Son olaraq isə E-yə baxırıq. 815 üzərinə gəlinsin 27. 800 + 0, çünki 27-də yüzlüyümüz yoxdur. 10 və 20-ni toplayırıq. Son olaraq isə 5 ilə 7-ni toplayırıq. 800 + gəlinsin 30, üstə gəlinsin 12.
Nəticədə cavab eləyir 842. Bax belə dostlar, növbəti tapşırığımıza keçid alırıq. 219 və 453-ün cəmini tapın. 219 ilə 453-ü mən sütunla toplayıram. İstənilən formada toplama əməlini yerinə yetirə bilərsiniz. 213 ilə 488-in cəmini tapırıq. 8-in üstünə 3 gələndə 11, 1 yazıram, 1 yadda. 0, 1 yadda. Bu isə 7, nəticə cavab oldu 701. 604 ilə 109-un cəmini tapırıq. 4 ilə 9-u toplayıram, 13, 2 yazıram, 1 yadda. Burada 1, burada isə 7, 713 eləyir. 755-in üzərinə 86 gəlirik. 15-in üstünə 6 gələndə 5-in üstünə 6, 11, 1 yazıram, 1 yadda. 8 ilə 5, 13, 1 yadda 14, 4 yazıram, 1 yadda. 8, 841. 122 üzərinə gəlinsin. 134 və 101. 2, 4, 1, 7, 2, 3, 0, 5, 3 ilə 1 toplayanda 357 eləyir. Davam edirik dostlar. Burada bizə bir öyrənmə materialı verilib. Gəlin ona baxaq. Deməli belə deyir. Toplananlardan birini yaxın onluğa yaxud yüzlüyə tamamlamaqla cəmi asan tapmaq olar. Bunun üçün uyğun ədəd müəyyən edilir. Sonra isə bu ədəd toplananlardan birinə əlavə olunub digərlərindən çıxılır və cəm tapılır. Məsələn, 246 ilə 38-in cəmini tapmaq istəyirsinizsə, 246-nı onluğa tamamlayırıq. Yəni biz onun üzərinə 4 gəlirik, digərində isə 4-ü çıxırıq. 246-nın üzərinə 250, 38-dən 4 çıxanda 34 və nəticəyə cavab olur 284. 297 ilə 15-in cəmi tapılması. 297-ni 300-ə tamamlayırıq, üzərinə 3 gələrək və 15-dən də 3 çıxırıq, nəticədə 312 eləyir. 506 ilə 312-nin cəminin tapılması. 506-dan 6 çıxanda 500 olur və biz burada birindən çıxmışıqsa digərinə toplamalıyıq. Və 500 üstəgəl 318 nəticəyə cavab olur 818. Gəlin ikinci tapşırığımızı yerinə yetirək. Deməli belə uşaqlar, toplananlardan birinə uyğun ədəd əlavə edib digərinə çıxmaqla cəmi tapın. 198 ilə 14-ün toplanmasında 198-in üzərinə 2 gəlirəm, digərindən isə ikisini çıxıram. Beləliklə eləyir 200 üstə gəlinsin 12, nəticədə cavab olur 212. 305 ilə 141-in cəminin tapılması. 345-dən 5 çıxıram, 141-in üzərinə isə 5 əlavə eləyirəm. 305-dən 5 çıxanda 300, 141-in üzərinə 5 gələndə 146. Nəticədə cavabımız olur 446. 137 ilə 16-nın cəmində 137-nin üzərinə 3 gəlirəm, 16-dan isə 3 çıxıram. 137-nin üzərinə 3 gələndə 140, 16-dan 3 çıxanda 13. Nəticəyə cavab olur 153. 392 ilə 79-un cəmi. 392-nin üzərinə 8 gəlirəm, 79-dan isə 8 çıxıram. Nəticədə olur 400, üstə gəlinsin 71. Cavab da olur 471. Son olaraq isə 8, 9 ilə 75-in cəmi. 8, 9-dan 9 çıxaram, digərinin üzərinə əlavə eləyərəm. 8, 9-dan 9 çıxanda 800, 75-in üzərinə 9 gələndə isə 84. Cavab da olur 884. Bax belə dostlar, növbəti misalımızla davam edirik. Cəmi bir neçə üsulla tapın. Birinci cəmi mən taparkən birinin üzərinə 2 gəlib, digərinə 2 çıxacam, bu formada tapacam. Yəni yazıram 110, üstə gəlinsin 247. Nəticədə cavab eləyir 357. Digərində bu qayda ilə gedirəm. 106 üstəgəl 42-də 106 üstünə 4 gəlib, digərindən 4 çıxıram. Cavab olur 110 üstə gəlinsin 238, nəticədə cavab eləyəcək 348.
198 ilə 28-in cəmini uşaqlar belə yazırıq. 200 üstə gəl. Yüzlüyümüz yoxdur deyə 0. 10 üstə gəl 20 və 9 üstə gəl 8. Nəticədə 200 üstə gələ 30, üstə gələ 17 eləyir 247. 193 ilə 518-in də cəmini bu formada hesablaya bilərik. 100 üstə gəl 500, 90 üstə gəlinsin 10 və 3 üstə gələk 8. Nəticədə 600 üstə gəl 100, üstə gəl 11 eləyir 711. Son olaraq isə 118 üstə gəl 300, üstə gəl 202 bərabərdir. 100 üstə gəl 300, üstə gəl 200. Üstə gəl 10, üstə gəl 0, üstə gəl 0 və 8 üstə gəl 0, üstə gəl 2. 600 üstə gələk 10, üstə gəl 10, nəticədə eləyir 620. Məsələ həllinə baxırıq. Lalə aldığı kitabların adını və onların səhifələrinin sayını cədvəldə qeyd etdi. Ən qalın və ən nazik kitabın birlikdə neçə səhifəsi var? 3 kitabın birlikdə neçə səhifəsi var? Qeyd edək ki, Lalənin aldığı kitablar Balaca və Karlson 96 səhifə, Bəhlul Laləndə 104 səhifə, Winnie Pooh isə 196 səhifədir. Ən qalın kitabımızın 196, ən nazik kitabımızda isə 96 səhifəsi var. Bəs onların birlikdə neçə səhifəsi var? Bunu tapmaq üçün 196 ilə 96-nı toplayırıq. Bu cür toplamanı yerinə yetirərkən birinin üzərinə 4 gəlib, digərindən isə 4 çıxırıq və nəticədə 200 üstə gələk 92 eləyir və cavabımız olur 292. 3 kitabın birlikdə neçə səhifəsi var uşaqlar? Biz artıq 292-ni tapdığımıza görə üzərinə sadəcə 104 gəlirik və bu zaman bizim kitablarımızın ümumi sayı 396 eləyir uşaqlar. Deməli, 3 kitabın birlikdə neçə səhifəsi var imiş? 396 səhifəsi var imiş. Ümid edirəm ki, mövzu sizə aydın oldu uşaqlar. Yeni mövzularda görüşmək ümidi ilə sizinlə burada sağollaşıram. Mövzumuz bura qədər idi. Sağ olun, yeni dərslərdə görüşərik.